Necəsən Xəyal? Yaxşı. Atam evdən çıxan kimi qaçdım evdən. Yemək gətirmişəm sənə. Lazımdır, götür yeməyi, bir də çıx get. Sən yaxşı ağıl olsa bir gedin. Xəyal, mən istəyərək getdim. Atam aparmadı məni. Aton getirmişdi, aton aparsın. Xəyal, necə qarşı çıxa bilərdim? Atamdır o mənim. Mənə dəxli yoxdur. Xəyal. Bir dənə iş tap, gəl bizə apar evə. Mən istəmirəm öz evimə qayıtmağı. Bir evin gününə bax, bir corabın kirinə bax Xəyal. Uşağın narahat ağlayır. Mən özüm istəmirəm o evdə qalmaq. Öz ata evimdə qalmaq istəmirəm. Burada vəziyyət budur. Ürəyin istəyir gəl qal, ürəyin istəmir qalma. İş də ki özüm bilərəm. İstəyirəm, işləyərəm, istəmərəm, işləmərəm. Nəysə Xəyal, mən gedirəm. Get. Atam gəlməmiş evdə olmalıyam. Get də get. Abi bir dənə yaxın uşaq var, o da o işlə məşğuldur. Real koeffisient deyir, 200 manat gözüm qabağına verdilər, 2 gün 3500 pul qaytardı ona. Allah həqiqətə 100%. Həri. Sözün axırı nə deyir, nə demək istəyirsən? Güya xəbərin yoxdur. Neydən? Bütün binə səndən danışırıq. Nə danışırıq? Günel evdən çıxıb gedib. Nə bilim abi, bir abırçılıq da əməlli başdı. Günel evdən çıxıb gedib deyəndə ki, atası gəlib aparıb da, özü gedməyib ki. Necə atası gəlib aparıb? Abaraçılıq edirsən, işləmirsən. Elə bilsən xəbərimiz yoxdur. İşləyirdim də, gül kimi taksavatlıq eləyirdim. Cındır gəldi, aldı maşını əlimdən. İndi qalmışam işsiz. İşdən çox iş var. İstəsən iş tabanlarsan. Harda var iş? Dövlət iş verir hala. Uşağım da oldu. Nə uşaq pulu ala bilirəm, nə bir şey. Dövlət nə iş verir, nə də pul verir. İndi qalmışam belə. Dövlət sənə niyə pul versin? Avaraçılıq elədiyinə görə. Nə iş maraqlanırsan, nə də bir şey yalandan edirsən ki... Harda iş tapım? Bu kimdir mənə bu dəqiqə iş verən? Bilirsən ki, 100 dənə obyektin var. Nə vaxt işə görə gəlib mənə demirsən, ağız atmışsan, mən səni həll eləməmişəm işi. İndi demirsən nə vaxtsa? Üz qalıb məndə, ağız açmaqdan bezmişəm üzə. Yaxşı, yaxşı. Gəl tualetə gedim gəlim. Mən nə versən, qoy yerinə də. İnşallah bu da sağlık olsun. Benim telefonum benim tuvalette qalıb. Hala yoxdur orada. Necə yoxdur? Hala buradaydı da telefon. Hala yoxdur, bura qoymuşdum. Necə yoxdur? Bilet. Ofisant hardadır? Ha, ofisant. Buyurun. Orada 2 nəfər klient var, onları tanıyırsınız, bilyard oynayanları. Yox. Necə tanımıram? Mən müştərimiz də. Müştəridir, müştəri gəlmiş, getmiş. Ya Mən uşağın- hər müştərini tanımaq məcburiyyətindəyəm. Uşağın telefonunu fırladıblar. Kameralar açın, kameradan baxarıq. Kameralar çalışmır. Və nəyə qoymuşsun onda onu oraya? Kamera harab olmuş. Bizi gözləyirdi xərab olmaq üçün. Yox, dünən harab olmuş. Ustaya demişik, usta yarın gələcək, bərpa edəcək. Nə edeyim mən indi polis çağırım? Uşağın telefonunu oğrayıblar. Problem yoxdur, çağır polisi, gəlsin, Mən oğlum. aydınlıq getirsin. Tapmışam, gəl. Tamam, üzr istəyirəm. Bağışlayın. Hardan tapdın telefonu? Zəng elədim, zəng satmadı. Bildim o şey fırladıblar. Tapmadın? Yox, qıran bu. Hala 300 manatlıq telefondur da.
300 manata elə deyirsən ki, 300 manata cəmaət bir ay ailə saxlayır. 300 manat onsuz da yol pulu, benzin pulu ondan da çox çıxacaq. Polisə get, gəl. Keçək sənin iş məsələdə. Bax, indidən deyirəm, adam balası kimi işləyəcəksənsə, danışaq, işləyək. Yox, əgər işləməyəcəksənsə, bax, dünənləri Qarayevdəki mağazanın administratorunun oğru üstündə çıxarmışam. Həm də niyə də işləməyəsən? Gətirirəm cındır-mındırı, talayırlar, çörəklərdən təpi atırlar, gedirlər. Həm bilərəm öz adamımızdır, nə sabahsın problem yaşanar, nə oğru olar. Sən də çörək pulu qazanarsan da. Səhər gələndə mənə zəng elə. Ayda, telefon var. Yaz axıranın nömrəsini. Nə hı? Axıranın nömrəsini yaz da. Qoy onu bura itil gözümdən. Başa sala bilərəm. Hala, qoy telefonu bas bayrağa. Bas bayrağa! Yaxşı elə pox qırır dövlət sənə kimlərin ağzını. Neyniyim? Polisə verim səni, süründürüm səni mən. Neyniyərdim, hə? Neyniyim? Mən oğru aşağıda bir dənə oğluma segway ala bilmirəm. Pulum olmasaydı belə bir iş tutardım. Oğruyub satmamışam ki, oğlumun adı günə hediyə gətirmişəm də. Mən niyə cəmaətin yanında bir abr edirsən, bilin? Şikim oturub üzbəüz söhbət edərdik də. Hətta utanırsan, ölüb yerə girirsən sən. Segway oğrusu billət. Saçından, saqqalından utan, hə? Sənin tartışların.